Aprelin 2-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan-Çin strateji tərəfdaşlığı, qlobal cənubda konsolidasiya və əməkdaşlığın təşviqi mövzusunda konfrans keçirilib. Tədbirdən əvvəl YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Ülviyə Həmzəyevanın ötən il Çin Xalq Respublikasına səfər təəssüratlarından ibarət rəsm əsərləri nümayiş olunub. Konfransda əvvəlcə xalqımızın ümumilli lideri Heydər Əliyevin, Azərbaycan və Çin Xalq Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Çin Xalq Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Konfransın moderatoru Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanla Çin arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Çin Xalq Respublikasının qlobal güc mərkəzlərindən biri olduğunu deyən Pərvin Kərimzadə Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında səmərəli, qarşılıqlı, faydalı və çoxşaxəli əlaqələrin mövcud olduğunu deyib. Çıxış edən YAP sədrinin müavini Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bugün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı, faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevlə Çin Xalq Respublikasının sədri, Çin Kommunist Partiyasının baş katibi Xi Jinping iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin qəbulu, müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. YAP sədrinin müavini vurğulayıb ki, dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. Öz ərazi bütövlüyü və suverenliyini tam təmin edərək yeni geostrateji reallıqlar yaradan Azərbaycan, beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək müstəqil dövlətlərin, o cümlədən dost və tərəfdaş Çinin ərazi bütövlüyünə, eləcə də vahid Çin prinsipinə bir mənalı dəstəyini daim ifadə etməkdədir. Öz növbəsində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi isə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir. YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalar arası əlaqələrin gücləndirilməsidir. Onun sözlərinə görə xüsusilə də qarşılıqlı səfərlər partiyalar arası münasibətlərin inkişafına təkan verməkdədir. 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında memorandumun imzalanması qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Tahir Budaqov bildirib ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycan, Çinin bir kəmər, bir yol layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində son dərəcədə maraqlı olduğunu öz əməli fəaliyyəti ilə əyani şəkildə nümayiş etdirməkdədir. Heç şübhəsiz ölkəmizin prinsip
prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycan ilə Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcək. Tahir Budaqovun sözlərinə görə Azərbaycan-Çin strateji tərəfdaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafı və işbirliyinin dərinləşdirilməsi ilə əlamətdar deyil. Eyni zamanda qlobal cənubda konsolidasiya və əməkdaşlığın təşviqi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İstər Azərbaycan, istərsə də Çin çox qütblü siyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyərək müstəqil, qətiyyətli və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər. Yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təzrid etmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik. YAP sədrinin müavini bu zamana qədər görülən işlər və qazanılan uğurlarla yanaşı qarşıda önəmli hədəflərin durduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək birgə fəaliyyəti müvəffəqiyyətlə davam etdirmək və yeni uğurlara imza atmaq əzmindədir. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Changchao Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O, Çin və Azərbaycanın Avrasiya məkanında önəmli ölkələr olduğunu və dövlətlərarası əməkdaşlığın bu qeyri-sabit dövrdə böyük ümidlər yaratdığını deyib. Liu Changchao Asiya və Avropanı əhatə edən kommunikasiya sahəsindəki inkişafı xüsusi qeyd edərək, bunun ölkələrimiz üçün yeni imkanlar və perspektivlər açdığını söyləyib. O, nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində də Çin və Azərbaycanın əməkdaşlıq etdiyini, birgə regional və logistik kanalların inkişaf etdirildiyini vurğulayıb. Liu Changchao'nun fikrincə, Azərbaycanın qlobal cənubla bağlı mühüm rolu nəzərdə tutulan layihələrin reallaşdırılmasına əlavə təkan verəcək. Tarixən şərqlə qərbi birləşdirən Böyük İpək yolunun sülhün bərqərar olmasında da mühüm rolu olub. Bugün də dünyada sülhü bərqərar etmək üçün dövlətlər arasında əməkdaşlığın güclənməsində kommunikasiyaların oynadığı vacib rolu hər kəs anlayır. Bu mənada Çin lideri tərəfindən irəli sürülmüş Bir Kəmər Bir Yol layihəsi dünya ictimaiyyətinin sülh ehtiyacının ödənilməsinə töhfə verə bilər. Azərbaycan bu layihəni ilk dəstəkləyən ölkələrdəndir. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov səsləndirib. Əli Əhmədov deyib ki, qlobal cənub dünyanın gələcəyinin müəyyən edilməsində əhəmiyyətli rol oynamaq imkanlarına malik faktor kimi özünü təsdiqləyib. Vaxtilə sivilizasiya, bəşəriyyətin güc mənbəyi bu coğrafiyada yaranıb. Bugün də qlobal cənub öz potensialını bəşəriyyətin firavan gələcəyi üçün səfərbər etmək imkanlarına sahibdir. Bu prosesdə Çin və onunla əməkdaşlığa böyük önəm verən Azərbaycan mühüm rol oynaya bilər deyə YAP sədrinin müavini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli hazırda Azərbaycan və Çin arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sektorlarında mühüm tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə ölkəmizin yüksək reytinqə malik təhsil ocaqlarında Çin dili üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarında Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş geniş miqyaslı tədqiqatlar aparılır. Bu istiqamətdə Azərbaycan alimləri Çindəki analoji qurumlarının nümayəndələri ilə birgə ortaq layihələr həyata keçirirlər. O da qeyd olunub ki, Azərbaycan universitetləri Çində Azərbaycan dili üzrə mütəxəssislərin yetişməsi üçün çalışır, alimlərimiz orada məruzələrlə çıxışlar edirlər. Bütün bunlar göstərir ki, geosiyasət, diplomatiya, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də Azərbaycan qlobal cənubun inkişafında əhəmiyyətli rol oynayan aktorlardan biridir. Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov vurğulayıb ki, qlobal miqyasda inkişafın idarə edilməsində yeni yanaşmalar lazımdır. Yeni yanaşmalar dedikdə dünya ekoloji sivilizasiya mərhələsinə keçid etməlidir. Urxan Ələkbərov bu terminin və ümumiyyətlə sözü gedən konsepsiyanın 1990-cı illərin əvvəllərində Azərbaycanda yarandığını və ümummilli lider Heydər Əliyev tərəfindən BMT-nin insan inkişafı hesabatında təqdim olunduğunu deyib.
Qeyd edib ki, Çin məhz bu sahədə qlobal lider mövqeyini qoruyub saxlayır. Milli Məclisin deputatı Fariz İsmailzadə Çin-Azərbaycan münasibətlərinin siyasi sahədə möhkəm təməl üzərində qurulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, son illər ərzində Çin, Qırğızıstanla Özbəkistanı, Xəzər regionunu birləşdirən yeni dəmir yolu layihəsinə başlayıb. Bu əmtə dövriyyəsini artıracaq və bir kəmər bir yol layihəsini yerinə yetirməyə imkan verəcək. Millət vəkili onu da bildirib ki, Azərbaycan üçün işğaldan azad edilmiş ərazilərə Çin investisiyalarının cəlb edilməsi önəmlidir. Azərbaycanın 7 azad iqtisadi zonası var ki, Çin şirkətləri investisiya qoyuluşu edə bilərlər. Azərbaycanda aktiv olaraq bir neçə Çin şirkəti fəaliyyət göstərir. Atılan addımlar iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə imkan verəcək deyə Fariz İsmailzadə fikirlərinə əlavə edib. Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Konfransa yekun vuran YAP sədrinin müavini mərkəzi aparatın rəhbəri Tahir Budaqov bir daha Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Chanchaoya ölkəmizə səfərinə görə təşəkkürünü bildirərək bu səfərin istər partiyalarımız, istərsə də ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.